Sen öz üst ayağının üstündə dur. Kiməsə sökələməyə gedirsən. Ha, ben sökənəcəm qanun var qardaş. Ben qanuna sökənmişəm. Kim sökənmir özü bilir. Ben qanundan tabiyəm. Ben ona sökənmişəm. Ben qanun olmasa istənilmirsən yemeğin içine atarlar. Ne danışırsan? Dünya sistemine qanuna Türkiye'de bir sen sökələrsən. yokmuşsan. Sen Türkiye'de bir sen yokmuşsan kanuna göre. Kanun olmasa sen oradan vurmuştular. Ben kanuna göre sen demirler. Hansı qanuna? Devlet kanunlarına. Bir insan, Mən deyən olasınlar. bir insanı öldürebilmez. Öldürürse gelip 2 yıl, 15 yıl, 10 yıl iş alacak. Bundan korkuram. Ben şahsen ben ondan korkuram. Yoksa ben neden buna Gəs kiməsə povod versin, mən sual verim. Mən şəxsən sən o paylaşdığın videoların çoxsundan cavanlar mənə gəlib şikayət edir ki, söhbət elədim, məni paylaşın, bunu nətər edir? Sana niye şikayet ediyorsun? Sen devletsen, sen palajine baksan, bu da şeye baksan ne şikayet ediyorsun? Yox, palajiyla söhbət getdi. Bir insan kimi soruşur. Mənə qulaq as. Məndən narazı olan, mən razıyam. Dövlətə şikayət eləsin, mən gedib dövlətin cavab verəcəm ona. Sən niyə şikayət edirsən? Yaxşı, və dövlət istəyir. Cavan uşaqlardır. Onlar hər Dövlət dəqiqə çoxları məsələlər var çoxdur. şikayət edir. Kimə şikayət eləmən demə mən. Mən polisə şikayət edirəm də. Sən gəl mənə deyir, problem. Sana niyə deyirəm ki, sən kimsən sən dövlətsən? Sən kimsən dərəbəsə xan? Sən dövlətin üstünə olansan. Mənə görə dövlətin üstünə heç kim yoxdur. Heç kim. Yaxşı, sənə bir söz deyim. Bax, niyə arxayınsan, nəyə arxayınsan? Nəyə arxayınsan? Yaxşı, bu insanları bax belə deyib gülmək deyib, Ada qoşmaq. deyib ki, bir tane var ki, burada hamı bura eləcə platforması. Bura çıxot qadın ki, burada var çıxodunlar. Söz. Mən hedef deyəm. Və yaxşı, skotka da cəmaatı nə incidirsən? Skotkaları da Mən düşmüşəm qardaş. Girib bura zərafət eləmişik, demişik, gülmüşük, paylaşmışam. Anasını söyləmişəm, parasını söyləmişəm. Nə bilim, əxlaqını söyləmişəm. Demişəm, gülmüşəm. Əksin sən meylisən, sən demişsən, hə meyliyəm. Bunu paylaşmışam. Nə demişik ya cəmaata? Neyi səndən mənə çox? Mənə yox, bax, Allah yolda qabanmasın. Fakat bir insan için PK atılan soruşanla gelir belə, deyir ki, falan kəslə dünənlərin babirdə biri Rusiyadadır. Adı şeydir, rapor. Bir bundan oynadı, məndən nəzərini, mənlə paylaşdı. Rafa kimdir? Rafa kimdir? Ondan kim bilmiyor? Rafa kimdir? Moskvada yaşayır. Adam kimde paylaştığım adam kimdir de ben paylaşacağım. O yüzden kimdir ki ben onu tanımıyorum. Rafa kimdir? Rapor da, rapor. Ne söhbət oldu aramızdakı onu paylaşmışam. Ne söhbət oldu? Boyda bilmirəm da, özüm Ya məndən. bilmirsən nə? Niye soruşmursan ki ne tema olub, ne söhbət olub? Ama bu söhbət... Hədə hara soruşun, nəsə sən bütün günü hamı ilə bax belə deyirsən. Hamı ilə deyiləm. Sən də saxlamışsın. Pələng. Sən də saxlamışsın. Mən hamı ilə elə deyiləm. Sən də indi söhbət olub. Görüm. Sən niyə incirsən ki? Mən deyirəm ki, insanlar səndən Ben ona görə incirəm ki, sən deyirsən ki, mən dövlətin üstün gəl mənə şikayət edirəm. Sən kimsən o əsəqə, mən kiməm? Sənə bir söz deyim. Azərbaycandan qırağa çıxsan, onda sən yaşaya bilməzsən. Adam bana Xatımanıskıda bile bir yaşamışım, ne Rusiyada? Ne bize yaşayabilmem? Və yaxşı, çıxırsan, hər şey özünə də arxayındır. Yani o zaman benim hep başında gezdirəm, Fəthidə gezdirəm, Bəddə gezdirəm, bir çox yeri gezdirəm. Ben ne diyeceğim, ötürü gezdirəm. Məsəl üçün, özünə də arxayın ol da, kiməsə bir cüzən. O zaman şeylə bir gezdirəm. Ben özümə arxayın bilsəm yox gezdirəm, dövlətimi gezdirəm ki, dövlətin qanunları var. Bakın bunu gezdirəm. Ay, nə qədər qorxaqsın. Biraz özünüz. Ana baxın, benim oturmuşam Türkiyədə burada 300'den sonra. Sən də qorxam, mən Azərbaycan'da bunu edirəm. Ben Azərbaycan'da... Məni deport edirəm və orada... Qardaş, mənim eşliyə tam mənə nəsil edə bilərlər. Mən Azərbaycanlıyam. Amma sən burada Türkiyədə Varabskoyda qət edirsən. Qardaş, Varabskoyda, burada Varabskoy söhbət getmir ha. Ay təbi. Sən deyirsən ki, mənə şikayət edirlər. Sən kimdən sənə şikayət edirəsinlər? Mən polis adam şikayət edirəm, müraciət edirəm, Sənə söz şikayət edirəm, deyirəm. bax buna deyirəm. Mənə qulaq as. Sənə şikayət edirəm, Allah qələtilə başını daşıdır. Mən buna deyirəm. O oğlan gəlsin mənə şəxsini yap. Şikayət başqa şeydir. Bir insan üçün müraciət başqa şeydir. Ay müraciət şikayət başqa şey. Bu bizim paylaşır. Ənəyə paylaşacaq. Ayda deyir də insan da gəlib deyir. Sən gözün povud yaratsan. Sən özünə povud yaratsan. Söhbətləri deyirlər. Ha desinlər də mənə bir oğlumu daşıyor, sən də zavodda kim deyir? Desinlər də mənə vecimədə kimləri deyir? Sən haqlı olsun. Mən nəsə deyirəm sənə. Burada insanlar var ki, sən mənlə PK edirsən, görür. Gələn kimi mənə deyir ki, mənə filan kəs tanıdı, sənlə PK edir. Bir dəfə, iki dəfə, üç dəfə deyirlər. Bu pis olur. Mən sana bunu deyirəm. Mən bütün dilən şantaj edir. Şantajdan da mən şantaj edən oğlan. Sən söz deyir, şəxsən söz deyir. Paylaşımlar var. Məsələn, belə paylaş. İnsanlar narazıdırsa. Ha, insanlar hep insanlar səndən narazıdır. Sən girməsən mi qazanmıyorsun? Yox, başqa şey. Mən canlıda kimsə paylaşıb nəsə demirəm ki.
Hayır, neden babana kardeş, senin çok teman olur burada. Senden narazı büyük bir kitle var. Dur diyeyim ki sen niye canlansın? Sen canma senden narazı. Neden babana sen? O başka Neden? şey. Kimden? Bak bir nefer görsen ki ham ondan razıdır. Bir nefer görsen. Ham ondan razıdır. Bir nefer görsen. Sen niye incidir lan? Mənim sual verdim, mən söhbətlə qaçma. Bir nəfər görsət ki, ham ondan razı olsun. Mən bu temanı sənə xeyliqə bağlayıb, bir canlı birbaşa buradan bağlayıram. Bir nəfər görsət, ham ondan razı olsun. De görüm. Bak o ben tamam diyebilirim ama. Ay, sən hamıdan bir şey razı olsun. Sana